Əməkdar artist Könül Kərimovanın mahnılarının başqalarının oxumasına etirazına şair Nazilə Səfərli etiraz edib. Axşamaz xəbər verir ki, Nazilə Səfərli paylaşımında Könül Kərimovanın ondan incidiyini deyib. Könül xanım, bəs mən sözlərimi xəbərdarlıqsız oxuyan gənclərə qadağa boyanda niyə incidiniz? Gərək hər insanın öz başına gələ. Gənclik yekəbaşlılıq deyil, heç kimə dəyərindən artıq hörmət qoymayın deyə Nazilə Səfərli bildirib. Qeyd edək ki, Könül Kərimova mahnılarıma toxunmayın, nə istəyirsiniz edirsiniz, qəti olmaz, özünüz bilərsiniz, sizə xoş gəldi və ya yox, qadağalarım var, bilmirəm müasirlik nə deməkdir, gedin başqa mahnı oxuyun, icazə vermirəm ki, mahnının qol gənədini qırasınız, adını da müasirlik qoyasınız, kim icazə verir ki, onları cılızlaşdırasınız, nədir, daha çox qəbul olunur, qəbul edən həmin kütlə mənə lazım deyil, hər şeyin yeri səhv düşüb, qalma-qalla hara kimi getmək olar, bunun içində mədəniyyətsizlik, hörmətsizlik var, açıqlamasını vermişdi.